Herkese salam. Pijama partisine hazır mısınız? Bugün gelmişik SS Boutique 777'ye. Uşaqlarla pijama partisi eləyəcəyik. YouTube videosu çəkəcəyik. Bunun üçün yeni pijamalar almaya gəlmişik. İçəri girən kimi Əsad öz malını tapdı. Burada 10 manata uşaqlar üçün həm sportivli dərslər, həm pijamalar var idi. Rabiş belə pandalı, yumuşaq, isti bir şey istəyirəm. Qabaqdan qış gəlir dedi. Məryəm Rabiyyənin seçdiyini əlindən aldı, amma Rabiyyənin öz qisməti gəldi, özünü tapdı. Uşaqların seçdiklərini təbii ki götürdüm. Əsnad hələ qərarsız qalmışdı. SS Boutique 777-də hər cür iç geyimləri, pijamalar, gəlinlər üçün də sizə dəstlər göstərəcəm. Hər şey, karsetlərini axtarsanız var. Növ burada karsetlər var. Baxın, biri bu tərzdədir. Bir dənə belə bir karset tapdım. Deməli, içini xanım çevirsin, göstərim sizə. Bu hissəsi qarnı masaj edir. Yəni, sırf masaj hissəsidir. Burada 2 dənə çip var, görürsünüz. Bu çip piyləri əridən çiplərdir. O, üzərindəki, baxın, sərt deyil əslində, amma elə görünür. Cisimlər isə oturanda qarnın qatdalanmaması üçündür. Daha sonra özümü pijama seçmək saatına gəldik. Təbii ki, Rabişlə mənim zövqlərim çox uyuşur. Rabişdən bəyəndiklərimi göstərdim, soruşdum hansını seçim. Sizcə Rabiyə hansını seçdi? Təbii ki, ağı, bəli. Əsad da öz pijamasını seçdi. Ona kimi mən sizə gəlin dəstlərini göstərim, gecəlik dəstləri. Burada pijama nə axtarsaz, tapçıqa nə axtarsaz var. Ağ rəngi var. İndi digər rənglərini də sizə göstərirəm. Baxın, belə gözəl bir çəhrayı rəngi var. Belə bir qırmızı rəngi var. Təbii ki, zövqlər müxtəlifdir. Mən ağ rəngini olsam mən seçərdim. Victoria's Secret'in çox gözəl pijamaları var idi burada. Adam gəldi, istəyir ki, hər şey alsın, çıxsın da, yəni həqiqətən. Nəysə, biz seçimlərimizi götürdük. Paketlərimizi də götürdük, yollandıq evə video çəkməyə. Səhifəni aşağıya etiketlədim. Bay bay.